Hə, loktivoy sustağı. Опять мы столкнулись işlət. Gene də bax dirsək oynağıdır. Dirsək oynağının həmişə dediyim kimi və həmişə problem yaratdığı forması var. Gördüyümüz dirsək oynağı nə əməliyyat olunub, nə sınıb, çıxıq olandan sonra qalıb difsdə 2 həftə. 2 həftədən sonra yenə də kontraktura verib. 2 həftəyə də kontraktura 2 həftəyə də kontraktura verib. Özdə həkimin dediyinə görə də rengenoloji baxışdan sonra oynağın içində asifitlər əmələ gətirib. Hətta elə. Hətta 15 günə görünür bu dirsək nə bir oynaqdır bu. Çox çətin bir oynaqdır, onu elə çıxırdı. Həqiqətən Həm çox çətin, çətin həm bir maraqlı oynaqdır. Bəli. İçi doludur. Sümüklərlə deyir doludur. Sümüklə maraqlısı odur ki, öz qanından əmələ gəlir. Belə çox belə müsibətdir. İşte qan sızma olur oynağın boşluqlarına. Ondan da sonra əmələ gətirir belə bir vasifitləri.